Bakı Məhkəməsində qanunsuz saxlanan keçmiş Artsakın hərbi siyasi rəhbərləri və digər əsirlərin işi üzrə məhkəmə farsı davam etdirilib. Azərbaycan mətbuatının məlumatına görə prokuror Artsakın keçmiş prezidenti Arayik Harutyunyan və Artsakın keçmiş Xarici İşlər Naziri David Babayan üçün ömürlük həbs cəzası tələb edib. Prokuror Artsakın keçmiş prezidentləri Bako Sahakyan və Arkadi Qukasyan, eləcə də digər yaşlı əsirlər üçün 20 il, qalanları üçün isə 16 ildən 19 ilədək həbs cəzası istəyib. Xatırladaq ki, Ruben Vartanyanın işi ayrıca araşdırılır. Və Azərbaycanın məqsədlərindən sülh məhz belədir. Saxta məhkəmə prosesi vasitəsilə Ermənistan Respublikasına qarşı hazırlanan kompromatlar, hansılar ki, istənilən an ölkəmizə qarşı istifadə edilə bilər. Həm təxribat üçün əsas, həm təzyiq vəzifəsi, həm də razılaşmalara bir tərəfli şəkildə əməl etməmək üçün səbəb kimi. Bakıda başa çatmaqda olan belə adlandırılan məhkəmə prosesinin hüquqi dövlət və ədalət prinsipləri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın ittiham tərəfinin tələb etdiyi 16 ildən ömürlük həbs cəzasına qədər olan cəzalar hüquqi məntiqdən məhrumdur və yalnız siyasi qisasçılığı, eləcə də güc mövqeyindən danışmaq cəhdini əks etdirir. Bu prosesdə şəxslər fərdi hərəkətlərinə görə deyil, erməni dövlət idarəsinin simvolu olduqlarına görə hədəfə alınıblar.